MIQ müsahibə mərhələsində nələrə diqqət yetirməlisiniz? Hər vaxtınız xeyir olsun. Bugün sizin üçün məhz MIQ imtahanının müsahibə mərhələsindən danışacağım. Nələrə diqqət yetirməlisiniz ki, çaşmayasınız, həmçinin də uğur qazanasınız. Əvvəla onu qeyd edeyim ki, MIQ müsahibə mərhələsi gözlənilən qədər, düşünülən qədər qəliz deyil, daha rahatdır, daha sadədir. Deməli, birinci nəyə diqqət yetirməlisiniz? Özünüzü təqdim etmə məsələsi. Özünüzü təqdim etmə məsələsi çox vacib məsələlərdən biridir. Yəni, siz orada özünüzü təqdim edərkən öz adınızı, soyadınızı deməlisiniz, həmçinin də hansı universiteti bitirmişsinizsə, bakalavr və ya magistr üzrə hər ikisini bildirməlisiniz. Əlavə olaraq, hər hansı bir məktəbdə işləmişsinizsə, vaxtını bildirməlisiniz və ya ümumiyyətlə işlədiyinizi bildirməlisiniz. Kurslarla da əməkdaşlıq edib repetitorluq fəaliyyətiniz varsa, onu da bildirməyiniz kifayətdir. Sizin hansı orta məktəb bitirməyiniz, harada doğulmağınız və s. bu tip məsələlər vacib məsələ deyil. Hətta bu sizin əleyhinizə olan bir detaldır. Yəni, özünüzü təqdim edərkən diqqətli olun. Daha sonra bilməli olduğunuz əsas məsələlərdən biri ixtisasınızın məzmun xəttləridir. Mütləq deyək ki, mən Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilinin və ədəbiyyatın məzmun xəttlərini mütləq bilməliyəm. Həmçinin ixtisasınızın məqsədi və vəzifəsi nədir? Müasir dövrdə sizin ixtisasınız kimi yetişdirməlidir, necə insan yetişdirməlidir? Bu haqda sizə sual verərlər. Və siz cavab verərkən yaradıcı olmaqdan çəkinməyin. Çalışın yaradıcı olasınız müəyyən qədər. Məsələn, məndən soruşanda ki, ixtisasınızın məsələn, ədəbiyyat nədir sualını vermişdilər mənə. Mən cavab vermişdim ki, standart olaraq cavabımız nədir? Həyatda obrazlı şəkildə öyrənən söz sənətidir. Mən cavab vermişdim ki, ədəbiyyat insan olmağı öyrədir. Pis cavabımı xeyr, pis cavab deyil, kifayət qədər yaxşı cavab. Yəni, yaradıcı olmaqdan çəkinməyin, yaradıcı olmağa çalışın. Vacib məsələlərdəndir. Daha sonra mütləq ora getməzdən əvvəl özünüzdə düşünün ki, siz məktəbə gedirsiniz və siz məktəbdə nə yeniliklərin olmağını düşünürsünüz. Deyək ki, mən müsahibədə iştirak edəndə, mən iki dəfə müsahibə mərhələsində iştirak etmişəm, müsahibədə olmuşam, ikisində də getmişəm və müsahibədən məndən soruşdular ki, məktəbə gedirsiniz, gənc müəllimsiniz, nəyi dəyişmək istəyirsiniz və ya nə yenilik eləmək istəyirsiniz? Mən cavab vermişdim ki, məktəblərdə dərnəklərin fəaliyyəti zəifdir, düşünürəm ki, dərnəklərin fəaliyyəti gücləndirilməli, genişləndirilməlidir. Çünki hər kəs ali təhsil almır, ali təhsil tələb etməyəndə bir çox ixtisas var. Onlara uyğun vacib ixtisaslar, vacib peşələr var ki, onlarla bağlı dərnəklərin məktəblərdə açılması şagirdləri həyati bacarıqlara yiyələnməyə kömək edir və kifayət qədər məncə yaxşı cavabdır. Daha sonra, deyək ki, mən dil ədəbiyyat müəllimiyəm, mənim özümdən soruşmayıblar, amma ki, bir çox müdavimimdən soruşublar. Hər hansı bir əsəri oxumusunuzsa, o əsərdən soruşurlar ki, axırda hansı əsəri oxumusunuz, nə vaxt oxumusunuz? Və yaxud da ki, şeir oxuyursunuzmu, şeir oxumusunuzsa, ondan bir nümunə istəyə bilərlər sizdən. Ona görə əvvəlcədən hər biriniz yəqin ki, hər hansı bir əsər oxumusunuz və yaxud da ki, şeir də oxumusunuz illa ki. Bir şeir də öyrənsəniz, bir bənddən söhbət gedir. Məncə, bu da sizi uğura apara bilər. Daha sonra, mütləq diqqət yetirməli olduğunuz məsələlərdən biri səs tembri, səs tonudur. Sizə verilən suallara sakit, təmkinlə cavab verin, həyəcanlı və gərgin şəkildə cavab verməyə çalışmayın. Çünki sizə verilən, orada psixoloq əyləşir və sizin verilən suallara verdiyiniz cavablar mütləq onun tərəfindən diqqətlə izlənilir. Sizin hərəkətləriniz, danışığınız, davranışınız onun tərəfindən analiz olunur. Ona görə burada daha diqqətli olmalısınız. Başqa bir məsələ icmal məsələsidir ki, müəllimlərin narahat edən əsas məsələlərdən biri də məhz bu icmal məsələsidir. Şəxs səhifələrə 5 mövzu göndərilib ki, onlarla bağlı icmal hazırlamağa çalışır bir çox müəllimlər. Amma ki, əgər, baxın, bir şəxs səhifənizdə icmal hazırlamalısınız deyə bir tələb varmı? Yoxdur. Yəni, sizin icmal hazırlanmaq kimi bir tələbiniz yoxdur. Yəni, heç kim də çıxıb hər hansı bir nazirlik nümayəndəsi açıqlama verməyib ki, siz icmal hazırlamalısınız. Yəni, icmal hazırlamaq məcburiyyətiniz yoxdur. Məsələn, o 5 mövzu niyə var orada? Ona görə var ki, sizə onların hər hansı birindən soruşa bilərlər ki, məsələn, bu mövzuda olan dərsi necə qurarsan? Sən də başlayırsan ki, danışmağa, bu formada quraram, belə eləyərəm, bu formada təşkil eləyərəm ki, uşaqları daha çox diqqəti dərsə yönləndirə bilim. Yəni, dərsi necə qurarsınızsa, onu sadəcə orada şifahi şəkildə izah eləməyiniz də kifayətdir. Məsələn, necə eləyərsən ki, Talvar hekayəsində uşağın diqqətini daha çox dərsə yönləndirə bilərsən. Onu necə daha aktiv şəkildə dərsdə iştirakını təmin edə bilərsən və yaxud da ki, bu mövzunu necə tədris edə bilərsən. Bu formada sual verilə bilər. Digər tərəfdən də icmalın aparılması sizin əleyhinizə ola bilər. Çünki siz orada icmal yazmısınız,
Orada maddi olaraq əllərində material var, daha rahat şəkildə qüsur tapa bilərlər ki, səhv tapmaq istəyən rahatlıqla tapa bilər. Bunlar başqa nə? Əlamətdar günlər. İxtisasınızla bağlı əlamətdar günlər var yəqin ki, hər kəsin. Deyək ki, Azərbaycan dili və ədəbiyyat müəllimlərinin ixtisası ilə ana dili günü nə vaxtdır? Yaxud da ki, riyaziyyatçılarda səhv etmirəmsə, pi günü var. Nə vaxtdır? Yəni, demirəm, Azərbaycanda olan bütün əlamətdar günləri bilməlisiniz. Yox, bu belə bir məcburiyyətiniz yox. Yəni, zaten də heç kim bütün əlamətdar günləri bilmir. Yəni, qarşınızda oturan şəxslər də, onlar da bütün əlamətdar günləri bilmir. Diqqət yetirməlisiniz, həmin o öz ixtisasınızla bağlı olan əlamətdar günləri ki, biləsiniz. Getməzdən əvvəl mütləq də onlara da bir göz gəzdirin, vacibdir. Daha sonra, başqa hələ ki, bunlar gəlir ağlıma, əlavə suallarınız olarsa, rəy bölməsinə qeyd edin.